telefonda bir işlə. Başladı yenə. Neynədir telefonda? Buradaydı bir işlə ilə. Mən nəsə başmışdım. Neynədir telefonda? Tez görmədim. Yanımdan qalxıb getməyə görə deyildi məsələn. Hı. Sənin dərdin ayrı idi, deyə bilmirdin orada. Hə, talış. Bu kimi belə. Talış. Bunun dərdi nə olur sizə deyim. Ben yan üstündeyim. Yan üstündeyim. Mənə baxan olub. Mən onu görməmişəm. Həqiqətən görməmişəm. Çünki mənə baxanda mən Yalan deyil. nazlanmıram, çox da belə baxmıram. Yalan deyil. Gözəl deyil. Deməli mənə baxan qız qalxıb ayaq uzaq bayıra çıxan Məhməddən. Mən də bayıra çıxmışam. Elə bil ki, bu təsadüf bir halandır. Ləman da elə bilib ki, mən həmin qızın arxacı gedim. Yalan deyil. Andı ki Allaha. Yalan deyil, ara qatır. Yəni buna görə əsaslaşıb ki, mən bunu qoymuşam, gedib hansısa qızla orada tanış olmuşum. Yox, neyim lazım. Birincisi o qədər düşməmişəm, mən küçüdə zatda belə sonra tanış oluruz. İkincisi də elə şey olmuyor. Həqiqətən Murad abi olmuyor. Çünki mən fikrimdə olmuyor. Mən fikrimdə olsaydı bəlkə tanışlardım onunla burada. Burada fikrimdə olmuyor. Elə olmadı, söyləyəcəksiniz də tamam. Fikrimdə olmuyor. Həqiqətən Murad abi, mən həqiqətən bunu toxanam. Ayanda düzün danış, yalan danışsan sən. Yuxarıdan baxın ki, mən görməmişəm bunu. Necə qız idi? Bəli, bu mənə 6660 lira bir zəng elədi. Mən atmadım. Atmadım, zənglərinə cavab vermədim bunun bugün. Sonra. Ya, bu mənə dedi, problem nədir? Dedim, mən sənin yanında kim nə bilir ki, qıraqdan biz dosturuq, ya sevgiliyik, tanırsaq sağ ol. Kim nə bilir ki, qıraqdan biz dosturuq, ya sevgiliyik? Mən buna dedim. Mən sənin yanında oğlana baxsam, qıraqdan oğlan nə biləcək mən sənin nəyinə? Pis görsənir də sənin yanında qızın başqasına baxmalı. Mənə də baxımlar da. Dedim, sən mən hörmətsizlik eləmiş kimi çıxırsan. Mənim yanında boylanırsan ora bura. Mən belə dedim. Dedim, yəni özümə hörmət edirəm, xoşdan. Nə deyirsən, sən artıq söz demişəm. Mənim yerimə hansı qız olsa acığı gələr də. Qıraqdan baxan nə bilir, deyəcək qıza hörmət eləmir. Mən sənin bir oğlan olaraq da soruş satından. Yanında hansısa bir oğlana baxsan, nə olsun dostuna? Sənin adındır da o. Mən sənin xanım olaraq yanında oturmuşam. Sənə alıb satmışam. Mənim də dostumsan da, bəlkə sənin bir dənə bəxtin qapını açılır, bir dənə necəysən? Bəxtin qapını açılıb belə stolda oynayıram, əlini salırsan aşağı. Nə bileyim falan, onu da eləmə də. Mənim yanımda oturan qız ya düşüyor, ağır olsun ki, qıraqdan baxan. Nə gələ deyirsən mənim yanımda? Mən yanımda Qıraqdan baxan desin ki, gör nə qədər ağır təbiətli qızdır. Bəlkə bunu Allah ocaq gəlim, bu gəlin gətirəm uzağımıza. Bəlkə həmin oğlan bunu fikirləşən. yox, buna hər şey Öyle olar. görə bilirəm. Buna hər şey olar, mən olmaz. Elə bil ki, mən Allah'ın olsun, elə bir ərimlə getmişəm toya. İmkan verildi, əl qaldı. Ərinlə yoxsa sən elə bir ərinlə getmirsən toya? Nə qarırdım sənə ərlik? Nə qarırdın, nə qarmırdın da? Getdin oğlanların yanına qarışmadım. Dedim ki, amma ərim olsaydı qoymazdım. Deyərdim, yanımdan ayrılma o tərəfə. Nəyim alarsan? Ərim olsaydı, sən də oraya çıxanda söylə, mən də sənin dalınla qaçardım. Dedərdim, tuvaletin qapısında gözləyərdim sən çıxana qədər. Mən elə psixanəyim, mən xəstəyəm, mən də çatımda qısqancam. Mən güdürəm. Ərim deyirsən ki, eləmədim. Getdim, mən də oturdum yerində. Mən deyirəm, özündə elə aparan qadın heç vaxt kişilərini saxlaya bilməz. Düz deyirsən, sevib dəyər verən qadınlar heç vaxt saxlamır. Küçə lambıçqaları Mən kişiləri. deyirəm, mən ayaq qolundayım, arvadım gəlib ya da qadın, sevdiyim qadın gəlib mənim tuvaletin qabağında gözüm. Mən deyirəm onu. Neynəsin, əl gəzəyin olandan sonra yazıq tuvaletin qapısında bitməlidir də, neynəsin? Bizi gəzəlim, sakit qalsın da. Hələ, sənə görə mənə nələr deyirlər, nələr? Gürursuz, mənlisiz, şəxsiyyətsiz, elə bilir bunu alacaq, gürursuz, mənlisiz, girib ağzınızı. Sənə görə mən nə sözlər işləməyim. Yəni onların acığına mən səni bir günlük alıb aparacam, Lənkəyə sonra qaytarıb oynayacam makineye. Deyəsən zaten aldı da, bir günlük görsə aldı. Boyu bir yerə sokulacaq. Yemədir, zəhərli ye, ağır ye. Əlfırım, dülfırım, gölfırva, gölfırımdan da dülfırım, gelfırva. Külfürüm, gelfır. Mənim əlfərimdə sən gölfürü var. Olar. Bir 600 nəfər biləm. Digər yeməğimi yiyeyim də. Bir cəsarət bu nədir axı? Dur gəl bizə yemək pişirim sənə, gəl bizə. Bana deyim bundan artıq sənə, nə deyirəm deyirsən yox. Mən heç vaxt qızın əmələ getmərəm, mən heç nə dəvət eləməm, xahiş edirəm səndən artıq dərəcədə. Axırıncı dəfə olsun mənə elə şey deyəsən. Bu Quran haqqı. Axırıncı dəfə uşaqlar ekran tıkı, axırıncı dəfə olsun sənin üçün. Onda cəsarətli ol, kiməsə sevgi itiraf edə. Uşaqlar ekran tıkı. Cəsarətli olum, sevgi etiraf edeyim. İraz edirəm.
Yine mi? Cəsarət demə. Yine kısaltacak. Böyle. Açmır. Bir şey yok. Ben demedim, izleyiciler dedi. Böyle etraf dedi. Ben de dedim, dedi. Öyle dedim, biz elədim görəsən. Ne var? Demek ki kısaltacak. Gitti. Bunun dalı kaşınması. Ne? İtiraf edeyim. Alo. Zalan da görürəm. Ses gelmiyor. Ses gelmiyor. Ses gelmiyor. Ses gelmiyor. Orada itiraftı. Hə, necəsən, nə var, nə keyfin apancam? Hə? Evdəyim. Oğlan deyirsən, hə? Bunda yayından sonra görüşəydik. Yaxşı, mən sənin bir söz demək istəyirəm. Hə? Yox, ürəyim yox, çox sağ ol. Mən sənin bir söz demək istəyirəm. İndi, əslində biz Ləmanla oynayırdıq, cəzalı da. Nerede değilsen onu? Birini sevirsən, cəsarətimi görsə, sevgiyə etiraf elə. Nerede değilsen onu? Mən də cəsarətimi görsədi, büyüm səni sevgiyə etiraf etmək istəyirəm. Sən bunu etmək istəyirdin, burada cəsarət bahanə oldu da, başa düşdün necə? Hə. Mənim səndən xoşum gəlir. Aha. Hava görüşüm. Hayır, Cəmatın qızın səsini qoysun. Rəbə gedədə sanası baxır, sizdə də çatmır. Buyur. Salamatçılıqdır sizdə. Sən xoşum gəlsin. Görüşəmədi yaxı. Minaslı. Xoşumuz biraz naz eləyərdin. Sonra güləndə ölürmüşsən, qızım mənim çox. Yox, yox, yox. O peşman oldum, etiraf olmadı. Oldu. Evet. İtiraf elədim. Ne bileyim ki sen doğrudan danıştın. Mikrofonu niye bağladın? Klişler bir de kızın zaten. Bunun səsini eşitmək istəyirsiniz? Aa, işitmek istedim. Ne işitmek yok. Ne diyor? Alo. Həyatım necəsən? Narahat edirəm. Ses gelmiyor. Üzülü sən narahat edirəm həyatım səni. Ses koy da. Mən sənə bir şey etiraf eləmək istəyirəm. Mən səni sevirəm. Sesin koy da. Yəni həqiqətən mən bunu bir oğlan kimi sənə demək istəyirəm ki, mən səni çox sevirəm. Xalar, başım. Mən də səni, Ya. Bilirsən Miri, Aymiri. Mənim sənin qarşı hisslərim var. İnanırsan ki, sənin yanında həmişə bərabərə gəl. Tamam, boş. Bunu sana. Mən sana daha da sevgim artır. Bilirəm səni qolğu sürtürsən, mən qıtılmazam. Başıma dönərəm. Bəsdir də, bəsdir, qırda ağzımı çıracam indi sən. Biləm, səni öpürəm həyatım səni. Mən sən sağ ol, məncə sənin vacib işin var. Yaxşı həyatım, yaxşı. Bir elə bir azdır. Buyurdu sevgilim. Mənim sevdiyim buradan atıq olmaz. Yüzün gülür, sən yüzün niyə gülür? Ay yox, bəli sən eyvalansın. Gülürəm, mən səhərdən gülürəm. Bəli. Qayıb. Sual verirlər ki, dünən məni toyda oynamağa niyə qoymadı? Oynamırdım toyda. Sual verirlər də doğruluq cəsarət oynayırdı. Sual verirlər sənə. Toyda oynamırdım. Oynamağı qoymadığın yerlər də var idi də, onu sual verirlər sənə. Ne o yerler vardı. Ama bambul turşu oynamaya geliyor. Necə? Demezler ki sen geldin, yanında getirdiğin dil bambuluydu, nəsil olursun demezler. Amma mənə desinlər ki, sənin yanındakı bambuluydu. Bambuluydu. Dedim gəlirəm.
Bambuluydu. Bambuluydu. Ben bambuluydum ben. Ayağım. Çox gözəl etiraf elədin. Yəni matımız qurudu da yəni. Doğru. Güzeldir. Dünən toydan düz çıxdı. Qurtarmadan bana ağzı dayanmırdı ki. Həm dünən toydan nəsələ çıxdım. Mən xəbər gəldi ki, sən toy gəlin əvvəl yola salınsan, gül tutuya da qalırsan. Gül tutacaqdım. Sənin nurbatın bağlansın. Gülə qalacaqdım mən. Sənin başına daş düşdük səni. Sənə görə mən gülə də qaladım. Nədən mən əsəbləşdirdinsə durdum yarımcıq gəldim toydan. Yarımcıq qalasın səni. Allah. Ben tutamam. Yok, toydan kalan açtı. Dünən toyda ən gözəl mən idim. Sənin gül tutan vaxtında nədir? Ağzı açıq qalmış. Mənə necə baxırdılar? Sən nə danışırsan, Sən desən ki, yanındakinin güzelliyinin farkında değilsin. Mənə baxırdılar, mənə baxırdılar ki, bu yaraşıqlı uşaq. Oğlanlar sənə niyə baxsın ki? Oğlanlar sənə baxırdı, mənə baxırdı. Sənə qızlar baxar, mənə oğlanlar baxırdı. Hələ keçdim oradan biri qayıtıb edir, bu TikTok'dakı Ləman deyil, həyatda nə gözəliymiş. Nasıl yazın onu deyil? O Kur'an'a and olsun dedi. Ben yalancıyam be. Ya da Nurhan var. İnanmırsınız dedi, Turuş'tan soruş, Turuş da oradaydı. Öyle bir iki günde. Daha ne olur ki bana, başa düşmem. Buna öyle de inanmır ki, ben iyi beceriz adamım. Başa ne olur ki bana? Gözler üzerimdeydi, giyindiğim paltar, görünüşü. Seçilirdim, Hindi kızlarına okudum. Düz kara saç, kara paltar. Arabistani, Hakubi. Yani birinci Azerbaycan kızı olur, ondan sonra Hindistan kızı olur. Ben Azerbaycan kızıyım, narahat olma. Birinci Hindistan yok. İrem de sana. Axı, süper dünya be. Bayaq dedim ki, Cevira mənim takibimdə yoxdur, bunun doğrusu səhifəsidir.